Herkese salam. Davam edirik. Biologiya fənnindən Respublika fənn müsabiqələrinə hazırlıq test vəsaitinin bölmə 6 sınaq 1-in izahı ilə ilk sualımızla başlayaq. Cədvəldə x-in yerinə yazılmalıdır. Burada bizə dovşan və ayı verilib və bu canlılar arasında qarşılıqlı münasibəti bizdən istəyir. Bu münasibət yırtıcı şikar münasibəti ola bilər. Yəni ayı dovşanla qidalanarsa yırtıcı şikar münasibəti aralarında ola bilər. Sual 2 verilen bitkilerden hansı yumurcuk bakteriyalarla simbiyoz həyat tərzi keçirə bilər? Simbiyozluq hər iki canlı üçün, yəni bu yaşam formasına daxil olan hər iki canlı üçün faydalı münasibətdir. Paxlalı bitkilərlə yumurcuk bakteriyaları simbiyozluq edir. Yumurcuk bakteriyaları paxlalı bitkilərin kökündə yaşayır. Havadakı azotu mənimsəyərək bitkiyə torpağa verir və bitki torpaqdan azotlu birləşmələr alaraq özü üçün zulal sintezində istifadə edir və ona görə də paxlalı bitkilər zulalla zəngin olurlar. Eyni zamanda paxlalı bitki də öz üzüm maddələrini yumurcuq bakteriyalarına ötürmüş olur. Cavabımız olur D variantı. Burada soya paxlalı bitkilərə aiddir. Qarğıdalı taxıllara aiddir. Günə baxan mürəkkəb çiçəklərə aiddir. Kartof badımcan çiçəklərə aiddir. Paxlalılar fəsiləsinin nümayəndəsi olan soyanı buradan götürmüş olaraq. Sual 3. Hansı canlıda günəşin enerjisi, işıq enerjisi kimyəvi enerjiyə çevrilir? Təbii ki, bu fotosintez edən bir canlı olmalıdır. Parazit bakteriya, heterotrofdur, məməli heyvanlar, heterotrofdur, bağırsaq boşluqları, heterotrofdur. Biz buradan deməli çinar ağacını götürə bilərik ki, bitkidir, fotosintez edəcək. Abiotik amilin təsiri ümumiyyətlə ekoloji amilə, abiotik, biotik və antropogen amil olaraq ayırdıq. Biotik amillər canlılar arasında olan qarşılıqlı münasibətlərdir. Burada faydalı, zərərli, neytral münasibətlər deyə bilirdik. Abiotik amillərə təbiət amillərinin canlılara təsirini misal göstərərdik. Rütubətin, daha sonra istiliyin, işığın, küləyin, torpaqdakı oksigenin miqdarı və s. Bunlar hər biri torpaqda çürüntünün miqdarı, hər biri abiotik amillərə misal olacaq. İsti havanın, yaşıl bitkinin qurutması abiotik amilə burada misalımız olur. Çəyirtkə buğda bitkilərini məhv etməsi çəyirtkə üçün faydalı, buğda üçün zərərli bir münasibətdir. Canlı canlıya təsir edir. Kəpənək çiçəyə təsir edir, yenə canlı canlıya. Bakteriya bitkidə xəstəlik törətməsi yenə canlı canlıya təsir edir. Sual 5. Hansı fikir yanlışdır? Deməli, hansı fikir yanlışdır? Ekosistemdə daxilində ekosistem yerləşə bilər. Bəli, misal üçün belə deyək, böyük bir ekosistemi düşünək, deyək ki, meşə. Meşə böyük bir ekosistemdir. Meşə içərisində bir ağac da, orada olan, misal üçün, müəyyən həşəratlar üçün ekosistem ola bilər. Yəni meşənin daxilində bir ağac var. O ağac başqa bir, yəni daha kiçik ölçülü bir canlı üçün ekosistem ola bilər. Yəni ekosistem daxilində ekosistem yerləşə bilər. Yer kürəsinin özü də bir ekosistemdir. Bu doğru fikirdir. Biyomlara təbii zonalar da deyilir. Doğrudur. Lakin böyük ekosistemləri öyrənmək daha praktikdir. Fikri yanlışdır. Nəyə görə? Biz böyük ekosistemləri öyrənmək üçün, böyük əraziləri öyrənmək üçün kvadrat adlanan nümunə üsulundan istifadə edirik. Kiçik bir ərazini ölçərək oradakı böyük əraziyə uyğun hesablamalarımızı aparırıq və böyük bir ərazidə yayılan müxtəlifliyi və s. öyrənə bilirik. Lakin birbaşa böyük ekosistemi öyrənmək təbii ki, daha əlverişsiz olur. Kiçik kvadratlar halında biz bunu təxmin edərək hesablamalarımızı aparırıq. Ona görə yanlışdır. D variantı. Sual 6. Cümləni tamamlayın. Biz burada şəkildə deməli fərqli xüsusiyyətlərə malik, yəni genetik bir müxtəliflik görürük. Yəni şəkildəki kəpənəklərin qanadlarının müxtəlif rəng və naxışlarının olması bu onların genetik baxımdan bir-birindən fərqlərini göstərir. Eyni növə aid, amma fərqli bəzəklərdə olan, fərqli naxışlarda olan kəpənəkləri burada görmüş oluruq və bu genetik müxtəlifliyə nümunədir. Sual 7. Şirin su ekosisteminə aiddir. Burada akula, deməli balina, aureliya bunlar duzlu su ekosistemlərinə aiddir. Göl ilbizinin ekosistemi isə şirin su ekosistemidir. Sual 8. Verilmiş qida zəncirinə əsasən 3-cü dərəcəli konsument. Burada bitki produsentdir. Tırtıl birinci konsumentdir. Hörümçək ikinci konsumentdir. Sərçə isə üçüncü konsument olacaq. Burada üçüncü konsumenti bizdən istəyir. 4 ilə işarə edilən canlıdır. Hansı qarşılıqlı münasibət forması bir tərəf üçün faydalıdır? Neytralizm hər iki tərəf üçün neytraldır.
Parazitizm bir tərəf üçün faydalı, digər üçün zərərlidir. Bizə lazımdır bir tərəf üçün faydalı olsun. Mutualizm hər iki tərəf üçün faydalıdır. Sonra amensalizm bir tərəf üçün neytral, digəri üçün zərərlidir. Komensalizm bir tərəf üçün neytral, digəri üçün faydalıdır. Biz bir tərəf üçün faydalı axtarırıq. Parazitizm və komensalizm misal göstərə bilər. Burada faydalı münasibəti yoxdur. Burada faydalı münasibəti yoxdur. C-də də hər ikisi üçün faydalıdır. Ona görə götürmədik. Olacağımız 2, 5. Yani C variantı. Sual 10. Pələngin ceyranı olması biyotik amil doğru fikir bizden istəyir. Biyotik amillərə aiddir. Bu doğru fikirdir. Canlıya təsiri yırtıcılıq mövcuddur. Fotosintez zamanı günəş enerjisi kimyəvi rabitə enerjisinə çevrilir. Bəli, doğru fikirdir. Demək, üzüm maddənin kimyəvi rabitə enerjisi şəklində üzüm maddədə toplanır. Bir çox səhra bitkilərində kök torpaq səthinə yaxın yerləşir. Xeyr, əksinə. Quraqlıqda yaşayan bitkilərdə torpağın üst səthlərində su olmadığı üçün aşağı qatlarında rütubət axtarırlar və buna görə də torpağın kökü, bitkinin kökü torpağın dərinliklərinə getmiş olur, səthinə yayılan soyuqda yaşayan bitkilərdir. Temperatur canlıların həyatında mühüm rol oynayan biyotik yox, abiotik amillərə aiddir. Cavabımız olur 1, 2, A, B, D. Sual 11. Verilenlerden hansı karnivorlara aittir? Ayı omnivor canlıdır, kirpi omnivor canlıdır, dovşan herbivor canlıdır, baykuş ise karnivorlara ait olacak. Sual 12. Verilenlerden hansı gıda zincirinin ilk halkasında yerləşir? İlk halqa, yəni produsentləri nəzərdə tutur. Biz də produsent olaraq burada deməli palıd bitkisini götürə bilərik. Çünki fotosintez edib üzüm maddə hazırlayır. Cansız təbiətdən canlı təbiətə kimyəvi elementlərin axınını təmin etmiş olur. Yəni torpaqda olan qeyri-üzvi maddələrdən, su və minerallardan, eyni zamanda günəş enerjisindən istifadə edərək işığın təsiri ilə xlorofil pigmentin iştirakı ilə fotosintez edir, üzvü maddə hazırlayır. Ona görə qida zəncirinin ilk halqasına biz palıdı qoya bilərik. Sual 13. Enliyarpaqlı ağac və çoban yassı bitkisi ekoloji piramidanın müvafiq olarak hansı halqasında yer alır? Təbii ki, bunlar fotosintezdən bitkilərdir. Fotosintez edirsə, qida piramidasında veya qida zəncirində ilk halqada yerləşməlidir. Çünki bunlar produsentlərdir. Hər ikisi birinci halqada yerləşəcək. Sual 14. Doğru fikri seçin. Deməli, burada günəş enerjisi bitkinin üzerine düşür. Bitki fotosintez edir. Bitkinin hazırladığı qida maddələrlə çəyirtkə deməli qidalanmış olur. Çəyirtkə ilə, qurbağa ilə, ilan ilə isə qartal qidalanmış olacaq. Verilmiş qida zəncirində herbivor axtarırıq, yəni bitki yeyənlər axtarırıq. Burada bitki ilə qidalanan bizdə çəyirtkə olacaq. Üzərinə günəş enerjisi bitkinin düşdü. Bitki fotosintez etdi. Bitkinin hazırladığı üzüm maddəni də çəyirtkə istifadə etdi. Deməli, bitki burada qida zəncirində herbivorlar, deməli burada çəyirtkədir, herbivor canlı, yəni bitki yeyəndir. Birinci dərəcəli konsumentdir. Baxaq, bu produsentdir, bu birinci konsument, ikinci konsument, üçüncü konsument və dördüncü konsumentdir. Birinci dərəcəli konsumentdir. Cavabımız elə A'dır. İkinci konsument bizə qurbağadır. Redusent, deməli burada bakteriya göbələk ola bilər, cəsədlər minerallaşdıranlar. Ona görə götürmürük. Üçüncü dərəcəli konsument burada ilandır. Biz birinci konsumenti, yəni çəyirtkəni götürmüş olduq. Sual 15. Qida zəncirində X ilə işarə olmuş. Biz bilirik ki, ekoloji piramida veya qida zəncirində hər bir halqadan sonra gələ biləcək olan redusentlərdir. Yəni bu bitki tırtıl tərəfindən yeyilməsə də, tırtıl quş tərəfindən yeyilməsə də, kiçik quşlar tərəfindən yeyilməsə də, yəni hər bir halda bir canlı başqa bir canlı tərəfindən yeyilməsə belə, o canlı hər bir halda öləcək və cəsədi torpağa düşür. Onların minerallaşmasını təmin edən redusentlərdir. X ilə işarə edilən bizdə redusentlər olacaq. Sual 16. Yanlış cevabı seçin. Göbələk konsumentlərə aid ola bilər. Bəli, heterotrofdur, konsumentdir. Bakteriya konsument ola bilər. Parazit, saprofit parazit bakteriyalar sistemi konsumentdir. Bakteriya produsent ola bilər. Fotosintetik bakteriyalar vardır. Misal üçün, deməli, qırmızı bakteriya, yaşıl bakteriya, siyanobakteriya bunlar fotosintetik bakteriyalardır və ya xomosintez edən bakteriyalar var. Dəmir, kükürt, azot, hidrogen bakteriyaları bunlar produsent ola bilərlər. Yəni avtotrof qidalanan bakteriyalar produsent ola bilər, doğru fikirdir. Bitkilər konsument ola bilməz. Bitkilər də hazır şəkildə qidalanana bilər.
Yəni parazit bitkilər var, qızılı sarmaşıq parazit bitkilərə aiddir və konsument qida zəncirinə konsument olur və ya həşərat yeyən bitkilər var ki, milçək tutan nepenthes, qovuqlu bitki, şehçək kimi bitkilər bunlar da konsument ola bilər. Hazır üzüm maddələrdən istifadə edərək, misal üçün bunlar həşərat tutaraq qidalanırlar. Deməli, bəli fotosintez edə bilirlər, lakin azot olan tələbatlarını ödəməkdən ötürü canlıların amin turşu və zulalarından istifadə edirlər, yəni konsumentlik edirlər. Bitkilər konsument ola bilər. Sual 17. Qida zəncirində verilmiş canlıların neçəsi ikinci dərəcəli konsument ola bilər? İkinci dərəcəli konsument deməli ət yeyənlərlə qidalananlardır. Burada produsent bitkidir. Sıçan birinci konsument, ilan ikinci konsumentdir. Daha sonra yenə produsent bitkidir. Sıçan birinci konsument, burada bayquş ikinci konsument ola bilər. Daha sonra e, produsent bitkidir. Dovşan birinci konsument, burada canavar ikinci konsument ola bilər və ya burada deməli maralın da olduğu qida zəncirində yenə bitki produsent, ot yeyən birinci konsument, canavar isə ikinci konsument ola bilər. Daha sonra bir də burada şiri götürəcəyik. Deməli dovşan birinci konsument, şir ikinci konsument ola bilər. E, deməli ilan, bayquş, şir və canavar olmaqla 4 konsument müəyyən etmiş olduq. 4 ikinci dərəcəli konsument müəyyən etmiş olduq. Omnivorlara aid olan biz burada arını, ayını daha doğrusu götürəcəyik. Ot yeyəndir, ət yeyəndir, ət yeyəndir. Yəni karnivor və herbivorlar verilir. Biz omnivor axtarırıq. Cavab 18 olacaq. A variantı omnivorlar qarışıq qida ilə qidalanırlar. Həm bitki, həm heyvani qida ilə qidalanırlar. Sual 19. Hansının fəaliyyəti nəticəsində maddələr canlı təbiətdən cansız təbiətə qaytarılır? Canlı təbiətdən cansız təbiətə. Ümumiyyətlə, canlı təbiətdən cansız təbiətə maddə axın edən deməli redusentlərdir. Redusentlərdir. Cansız təbiətdən canlı təbiətə maddə axın edən isə produsentlərdir. Produsentlər. Necə baş verir? Proses bir canlı ölür, onun cəsədi torpağa düşür. Cəsədi minerallaşdıran, yəni canlıdan cansıza üzvünü qeyri-üzvüyə parçalayan redusentlərdir. Cavabımız olur A variantı. Lakin bitkinin burada produsentlər nə edir? Torpaqda olan hansı ki redusentləri minerallaşdırdığı üzv maddələri, yəni minerallar şəklində torpaqdan alır və onları yenidən üzv maddələrə çevirir fotosintez edərək. Yəni cansız təbiətdən canlı təbiətə maddə axın edən produsentlərdir. Cansızdan canlıya produsentdir, canlıdan cansıza isə redusent olacaq. Sual 20. Qida zəncirində sxemində atomların canlı təbiətdən cansız təbiətə, canlıdan cansıza cəsədi minerallaşması oldu. Burada da bütün oxların gəldiyi hər bir halqadan sonra yerləşə bilən biz redusentləri götürəcəyik. Cavabımız olur D variantı. Sual 21. Aşağıdakı qrafikdə populyasiyada dovşan sayının zamandan asılılıq qrafiki verilmişdir və doğru fikirləri bizdən istəyir. Qeyd edir ki, Z zamanında ölüm sayı doğum sayından çox olmuşdur. Baxaq, Z zamanında ölüm sayı doğum sayından çoxdur. Bəli, Z zamanında əgər populyasiya azalmağa doğru gedirsə, ölüm sayı doğum sayından çoxdur. Bu doğru fikirdir. Y zamanında doğum sayı X zamanından çoxdur. Ən çox çağrıştırılan məqam budur. Baxırıq nəyə? Bəli, Y zamanında digər zamanlara nəzərən canlı sayı ən pik həddədir. Bundan razıyıq. Lakin doğum sayı deyirsə, baxın Y zamanında nə qədər artım var? Y zamanına nəzər salsaq, bizdə X zamanı burada bitdi. Bir dəqiqə rəngi dəyişək. X zamanında canlı miqdarı burada dayandı. Y zamanında da çox az bir artım var. Deməli, doğum sayı çox cüzi artım göstərib burada. Amma X zamanında doğum sayına nəzər yetirsək, baxın, buradan bura qədər artım var. Deməli, Y zamanında çox cüzi artım var. Amma X zamanında isə daha çox, Y-ə nəzərən daha çox artım var. Yəni, Y zamanında canlıların sayı X-dən çox olur desəydi, doğru. Amma Y zamanında canlılarda doğum sayı X-dən çox olub, yanlışdır. Burada çox az bir artım olub, X-də daha çox artım müşahidə edilmişdir. Bunu nümunə olaraq hətta belə bir şey qeyd edək. Tutam deyək ki, burada 20 canlı var idi. X zamanında bu canlı sayı qalxsın 40-a. Hətta 50-yə daha doğrusu da deməli 50 və ya 40-a deyək ki, aha 40-a qalxıb. Burada maksimal say 42-43 ola bilər misal üçün. Yəni çox az bir artım. Bu hissədə çox az bir artım Y zamanında müşahidə edilmişdir. Ona görə biz ikinci fikri doğru götürə bilmərik.
X zamanında, Y zamanında daha çok doğum baş vermiş. Ama Y zamanında deseydi ki X zamanına nəzərən daha çox canlı var, bu doğru olardı. Yəni canlı sayı ən pik adda Y zamanındadır. Lakin doğum sayısı X-də daha çox olmuşdur. Yanlış fikirdir. Hər üç zamanda dovşanların sayı artım olub, üçüncü zamanda azalmanı görürük. Hətta Y-dən başlayaraq get-gedə azalma başlayır. Z zamanda da ən az saya çatmış olur. Ona görə yanlışdır. Artım deyirsə cavabımız olur D variantı. Sual 22 doğru kesişmələri müəyyən edin. Burada quşlar sinfinin göyərçin təsvir edilib. Quşlar sinfinin nümayəndəsidir. Bəli, istiqanlı canlıdır. Tükü yox, lələ örtüyünə sahibdir. Omnivor canlıdır. Həm bitki, həm də heyvan məşəli qida ilə qidalanırsa həm həşərat, həm də deyək ki, bitki toxumları və sairə qidalanırsa omnivor olacaqdır. Konsument canlıdır. Təbii ki, heterotrof canlıdır. Konsumentlərə aiddir. 1, 3, 4 C variantı olaraq müəyyən edirik cavabımızı. Verilmiş qida zəncirində qurbağaların sayının azalması hansının sayının azalmasına səbəb olacaq? Deməli, qurbağa sayı azalsa, qurbağa ilə qidalanan ilana mənfi təsir göstərəcək. İlan sayı azalacaq. İlan sayı azalırsa, burada quşun sayı da azalmış olacaq. Gəldik çərtkəyə. Qurbağa sayı azalırsa, yəni çərtkənin düşməni azalırsa, çərtkə sayı artacaq. Çərtkə sayının artması yenə bitkiyə mənfi təsir göstərəcək. Deməli, azalma olacaq bitki, sonra qurbağa, daha doğrusu bitki, ilan, bir də deməli yırtıcı quşlar və burada qurbağanı bizə dediyi üçün qurbağanı nəzərə almaq təbii ki, deməli bitki, ilan və burada qartalı götürmüş olacaq, yırtıcı quşu götürmüş olacaq. Ot, ilan, qartal cavabımız müəyyən edirik A variantı. Sual 24 qida zənciri sxeminə əsasən hansı fikir doğrudur? Biz qeyd etmişdik ki, oxların hər birinin gəldiyi canlıya biz nə deyəcəyik? Redusent. Redusentin minerallaşdırdığı üzv maddələri istifadə edən, yəni parçaladığı mineralları istifadə edən oxu biz O-da, yəni O hərfi ilə işarə edilən produsentə gəldiyini görəcəyik. Deməli, bir də oxlara diqqət edirik. Oxların hamısının gəldiyi canlı redusentdir. Redusentdən bir ox qayıdırsa bu produsentə qayıdacaqdır. Produsent də onun hazırladığı, belə deyək, parçaladığı üzüm maddələrdən qalan qalıqları, mineralları istifadə edəcək. O canlısı avtotrofdur. Doğrudur. S canlısı saprofitdir, yəni redusentdir. Bu doğru fikirdir. Redusentlər saprofitlərdir. Yəni canlıların qalıqları, cəsədləri ilə qidalanırlar. T və R canlısı karnivordur. T canlısı bilavasitə otla qidalanır. Mən ona karnivor deyə bilmərəm. R bəli karnivor ola bilər. Məsələn, ot yeyənlə qidalana bilər. P burada ot yeyəndir, R karnivor ola bilər. Və ya V burada ot yeyəndir, R karnivor ola bilər. Amma T canlısı karnivor deyil, herbivorlara aiddir. Ona görə yanlışdır. P və V herbivordur. Bax, buradan görürük ki, otla qidalanıblar, yəni produsentlə qidalanıblar. Hər ikisində produsentdən gələn ox var. Demək ki, herbivorlara aiddir. Cavabımız olur 1, 2, 4 D variantı. Nəhayət 25-ci sual. Hansı aləmin nümayəndələrində redusent ola bilər? Bakteriyaların redusent nümayəndəsi var. Göbəklərin redusent nümayəndəsi var. Heyvanlarda detrivorluq var. Detrivorlar üzvü qalıqları belə deyək, daha kiçik birləşmələrə qədər parçalanmasını təmin edirlər. Detrivorlar bitki və heyvan qalıqları ilə qidalanaraq onların daha kiçik birləşmələr parçalanmasını təmin edirlər və bunları da artıq minerala qədər parçalayan, ən kiçik birləşmələrə qədər parçalayıb bitkinin mənimsəyə biləcəyi hala salan bakteriya və göbələklərdir. Burada redusentlər olacaq. 1, 3 cavabımızı müəyyən edirik. C variantı.